Son vaxtlar özünüzü unutqan hiss edirsiniz. Bəzən elə olur ki, bir şey demək istəyirsən, amma öz dilinin ucunda qalır. Və ya bir işə başlayırsan, amma 5 dəqiqə keçməmiş fikrin başqa yerə gedir. Bu vəziyyət tanış gəlirsə, demək ki, diqqətli olmalısınız. Çünki bir çox insan bilmədən elə gündəlik həyatında ən sadə yeməklərlə beyinə zərər verir. Hər gün süfrəyə qoyulan bəzi qidalar görünməz şəkildə beyin hüceyrələrini zəiflədir və biz bunu illərlə hiss etmirik. Bu videoda sizə elə qidalardan danışacağım ki, çox güman siz də onları mütəmadi olaraq yeyirsiniz və böyük ehtimalla onların zərər verdiyindən belə xəbəriniz yoxdur. Amma videonu sona qədər izləsəniz bir çox şeyi fərqli görməyə başlayacaqsınız. Qida 1. Qızardılmış kartof. Qızardılmış kartof bir çox insanın sevimli yeməklərindəndir. Xüsusilə fast food yeməklərinin yanında evdə qəlyanaltı kimi bəzən də səhər yeməyində belə istifadə olunur. Amma az adam bilir ki, bu qida beyinə ən çox zərər verənlərdən biridir. Qızardılmış kartof yüksək temperaturda uzun müddət bişirildiyi üçün tərkibində sağlamlıq üçün təhlükəli maddələr yaranır. Bu maddələr beyindəki hüceyrələrə təsir edir və onların fəaliyyətini zəiflədir. Nəticədə yaddaş zəifləyə, fikri toplamaq çətinləşə bilər. Digər tərəfdən bu qidanın tərkibində çox miqdarda duz və yağ olur. Bu da beyində qan dövranını ləngidir və oksigen çatışmamazlığı yaradır. İnsan özü də fərqinə varmadan gündəlik həyatda halsızlıq, yorğunluq və diqqət dağınıqlığı hiss edir. Əgər bu yeməyi həftədə bir neçə dəfə yeyirsinizsə, beyninizə düşündüyünüzdən daha çox zərər verirsiniz. Əvəzində kartofu buxarda bişirib, az miqdarda zeytun yağı ilə yemək daha faydalıdır. Beləliklə həm dadından qalmamış, həm də sağlamlığınızı qorumuş olursunuz. Qida 2. Hazır paketli şirniyyatlar. Marketdə girəndə rəflərdə göz oxşayan biskvitlər, kremli kekslər və şokoladlı vaflilər hamımıza tanışdır. Adətən çayla birgə yeyilir, uşaqlara məktəbə qoyulur və ya sadəcə qəlyanaltı kimi seçilir. Amma bu cür paketli şirniyyatlar göründüyündən daha təhlükəlidir. Onların içində olan şəkər miqdarı çox yüksəkdir. Həddindən artıq şəkər isə beyinə zərbə kimi təsir edir. Qısa müddətlik enerji versə də bir müddət sonra enerjinizi tamamilə alır. İnsanı halsız və diqqətsiz vəziyyətə salır. Bundan əlavə bu məhsullarda qoruyucu maddələr və suni dadlandırıcılar da olur. Bu maddələr beynin normal işləməsinə mane olur. Yaddaş və düşünmə qabiliyyətini zəiflədir. Uşaqlarda isə bu təsirlər daha güclü şəkildə özünü göstərir. Bu cür şirniyyatları mütəmadi istifadə etmək təkcə kökəlməyə yox, həm də beyin fəaliyyətinin zəifləməsinə səbəb olur. Əgər qəlyanaltı istəyirsinizsə, meyvə və ya evdə hazırlanmış yulaflı şirniyyatlar daha sağlam seçimdir. Həm enerjinizi qoruyar, həm də beyninizə zərər verməz. Qida 3. Aşırı duzlu pendir. Pendir Azərbaycan süfrələrinin ayrılmaz hissəsidir. Səhər yeməyindən tutmuş müxtəlif yeməklərin içində belə yer alır. Amma bəzi pendir növləri, xüsusilə də çox duzlu olanlar, beyinə düşündüyümüzdən çox daha zərər verir. Hər gün duzlu pendir yemək bədəndə su-duz balansını pozur. Bu isə beyinə qan axının zəifləməsinə səbəb olur. Beyin lazımı qədər oksigen ala bilməyəndə yaddaş zəifləyir, konsentrasiya azalır və tez-tez baş ağrıları yaranır. Bundan əlavə duzlu pendir bədəndə təzyiqin yüksəlməsinə də səbəb olur. Yüksək təzyiq uzun müddət davam etdikdə isə beyində damar zədələnmələri baş verə bilər. Bu da yaddaş problemlərinin dərinləşməsini ilə nəticələnir. Pendir faydalı qida olsa da seçdiyimiz növ çox önəmlidir. Əgər hər gün çox duzlu pendir yeyirsinizsə, zamanla beyin fəaliyyətinə zərər verə bilərsiniz. Əvəzində az duzlu, təbii və evdə hazırlanmış pendir növlərini seçmək həm ləzzətli, həm də sağlam seçimdir. Qida 4. Turşu və duza qoyulmuş tərəvəzlər. Xiyar turşusu, kələm turşusu, duza qoyulmuş pomidor bir çox evlərdə sevilərək yeyilən qidalardandır. Yeməklərin yanında iştah açıcı kimi verir. Bəzi ailələrdə isə hər gün süfrəyə çıxarılır. Amma bu cür qidaların beyinə verdiyi zərər çox zaman nəzərə alınmır. Bu məhsulların hazırlanmasında çox miqdarda duz istifadə olunur. Həddindən artıq duz orqanizmdə su itkisinin əsas səbəblərindəndir. Beyin isə daimi nəmlə, yəni su ilə işləyən orqandır. Su azaldıqca beyin fəaliyyəti zəifləyir, yaddaş pozulur, insan tez yorulur və fikrini cəmləyə bilmir. Digər tərəfdən bu məhsulların tərkibində fermentasiya prosesindən yaranan bəzi maddələr sinir sistemini narahat edə bilər. Baş ağrılarını artırır, emosional gərginlik yaradır. Turşular tamamilə zərərlidir, demək düzgün olmaz. Amma hər gün xüsusilə də böyük miqdarda istifadəsi beyin üçün təhlükəlidir.
Əgər yeməklərin yanında dad vermək istəyirsinizsə, təzə və az duzlu tərəvəz salatlarına üstünlük verin. Bu həm daha yüngüldür, həm də beyninizə yük salmır. Qida 5. Çox bişmiş yumurta sarısı. Yumurta sağlam qida hesab olunsa da, onun hazırlanma üsulu bəzən faydasını zərərə çevirə bilər. Xüsusilə də yumurtanın sarısı çox bişiriləndə, bəzən qəhvəyi və ya yaşıla bənzər rəng aldıqda bu artıq bir xəbərdardır. Belə yumurta həm dadını, həm də tərkibini dəyişir. Həddindən artıq bişirildikdə içindəki faydalı maddələrin bir hissəsi parçalanır və bəzi zərərli birləşmələr əmələ gələ bilər. Bu dəyişikliklər isə sinir sisteminə, xüsusilə də beyinə mənfi təsir göstərə bilər. Yumurta sarısı çox miqdarda xolesterin ehtiva edir. Əgər o artıq oksigenləşibsə, bu xolesterin bədəndə zərərli hala düşə bilər. Bu da beyin damarlarının daralmasına və nəticədə beyin hüceyrələrinin lazımı qədər qidalanmamasına səbəb ola bilər. Çox bişmiş yumurta eyni zamanda mədə-bağırsaq sistemini yüklədiyinə görə beyinə ötürülən enerjini zəiflədir və insan özünü halsız hiss edir. Yumurtanı orta dərəcədə bişirmək, xüsusilə sarısını tam bərkiməmiş halda qəbul etmək həm faydalıdır, həm də dadlıdır. Qida 6. Hazır enerji içkiləri. Gün ərzində yorğun olan bir çox insan bədənini oyatmaq və enerjili qalmaq üçün enerji içkilərinə üz tutur. Xüsusilə gənclər arasında bu içkilər məşhurdur. Amma bu içkilər beynin dostu yox, əsl düşmənidir. Enerji içkiləri ilk baxışda insana güc və canlılıq verir. Amma onların içindəki yüksək miqdarda kafein, şəkər və suni maddələr sinir sistemini sürətlə yükləyir. Beyin bu qədər stimullaşmaya uyğunlaşa bilmir və bir müddət sonra yorulub tükənir. Bu içkilər beyni suni şəkildə oyaq saxlayır, amma təsiri keçdikdən sonra insan daha çox halsız olur. Hətta əsəbilik və baş ağrısı kimi problemlər yaşayır. Uşaqlar və yeniyetmələr üçün isə bu təsirlər daha təhlükəlidir. Beynin təbii enerji ehtiyacı var. Sağlam qidalanma, yaxşı yuxu və təmiz su beynin əsl ehtiyacıdır. Əgər siz də enerji içkisinə öyrəşmisinizsə, onu mərhələli şəkildə azaltmaq və təbii içkilərə əvəz etmək beyniniz üçün ən yaxşı addım olacaq. İndi artıq bilirsiniz ki, bəzi qidalar göründüyü qədər günahsız deyil. Hər gün yediyimiz, amma zərərini anlamadığımız bu qidalar beynimizi səssizcə zəiflədir. Əgər siz də yaddaşınızı qorumaq, diqqətinizi gücləndirmək və gələcəkdə problemlərlə üzləşmək istəmirsinizsə, bu məlumatları həyatınıza tətbiq etməyə başlayın. Unutmayın, sağlam beyin sağlam həyatın əsasını təşkil edir. Bu cür faydalı məlumatlardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və videonu yaxınlarınızla paylaşmağı unutmayın.